Bu qaydaları hər bir yeniyetmə bilməlidir. Əgər sizin yeniyetmə övladınız, nəvəniz və ya yaxın qohumunuz varsa, mütləq bu video yazını onunla paylaşın. Birinci, heç vaxt spirtli içki və ya qadağan olunmuş vasitələrin təsiri altında olan insanla mübahisə etmə. Bu mənasızdır və çox pis nəticələnə bilər. Ən yaxşısı geri çəkilmək və oradan uzaqlaşmaqdır. İkinci, hər zaman sosial şəbəkələrə yerləşdirdiyin foto və video roliklərə diqqət et. Bunlar çox ciddi şəkildə sənin əleyhinə işlədilə bilər. Üçüncü, heç vaxt spirtli içki qəbul etmiş dostunun idarə etdiyi maşına əyləşmə. Bu, sənin ən sonuncu səyahətin ola bilər. Ən yaxşısı isə taksi, avtobus və ya piyada getməkdir. Bu sadə qaydalar səni çox böyük faciə və problemlərdən xilas edə bilər. Səhifəmə abunə olub, bəyənib paylaşdığınız üçün öncədən təşəkkür edirəm.